Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Bu təqdim elədiyim ev Qubada Afrem tikan qaqaşlarım üçün çox sərfəli bir variantdır. Amsar kəndində, Qubanın elə girişində, Amsar kəndində Zərifə Əliyev küçəsində, Riksus tərəfdədir. Belə bir evimiz var. Yarım tikilidir, belə deyək, kubçalıdır. Çox gözəl bir qiymətə də qoyulub, çox təcili satılır. Yəni belə deyək də, 2020-də alınan bu torpaqda, bu tikili buca dəqiqə bunu alıb tiksəsiniz, o qiymət eləməyəcək. 132 min manat xərc qoyulub, dəftər kitabı da var, qabağınızdadır. Yəni gəlib baxa da bilərsiniz. Bugünkü gün elə qoyulan xərclərin hamısı hesablanıb, o qiymətə də çıxıb satışa. 132 min manata 10 sot torpaq sahəsidir, hörmətli izləyicilər. Evin tikilisi 16-nın belə deyək də 17-yədir. Hardasa 272 kvadratdır. Yuxarısı da mansardda 230 kvadrat metr olacaq. 500 kvadrat opşidir. İkinci mərtəbədə mansardda axırda hamısını göstərəcəm, bir-bir izah eləyəcəm. Hardasa 4 otaq, 2 sanitar qovşağı, 2 dənə də balkon ikinci mərtəbəsindədir. Mərtəbə arası monolit betonda, özdə qəşəng də, yəni ki, monoliti, betonu, pləkan arası hamısı belə deyək də standartlara uyğun, даже hətta biraz da artıq əlavədə belə deyək ki, olunub ki, yəni ki, proçin olsun. 6 otaqların hamısının içində bir otaqdır. İndi göstərəcəm. Monolit pləkan buradadır. Burada da kollektor sistemi yığılıbdır. 6 otaqların hamısı birinci mərtəbədə olan hamısı təmirlidir. Hörmətli izləyicilər, sanitar qovşaqlarının aksesuarlarına kimi hamısı alınıbdır. 3 otaqda qoyulubdur, qoşulubdur da belə deyək. 3 otaqda qalıbdır. Amma belə deyək də materiallar var. 6 otağın hamısının aboyları da alınıb, belə bu yayda alındı aboyları. Hamısı 45, 46, 44, 47 manatlıq aboylardır. Gəlib özünüz də görə bilərsiniz. Pəncərələr hamısı o bahalı pəncərələrdən də hörmətli izləyicilər. Bu digər otaqdır, gördüyünüz kimi. Bax belə bir xudmani otaqlardır. Pollar isti poldur. Bax qranit mərmər gördüyünüz hissələr hamısı isti poldur. Burada görürsüz, burada hamam tualetdə materiallar qoyulubdur, amma belə deyək də aksesuarlar quraşdırılmıyor, amma hamısının aksesuarı da var. Var belənçində. Bax bura bağ sahəsidir. Burada gələcəkdə belə bir xudmani letni restoran da nəzərdə tutulmuşdu. İndi bu müəyyən məsələlərə görə təcili pul lazım olduğuna görə bu evimiz çıxıb satışa. Bax gördüyünüz kimi bir dənə də bax burada evin arxasında otaq var. Hər tərəf qabaqlarda 2 otaqdır, böyürlərdə 2 otaqdır, arxaya da bax bir dənə belə otaq düşüb. Ya otaqların hamısı accelli otaqdır. Kuxna üçün yer də var, sanitar qovşağı da var. Hamısı nəzərdə tutulubdur, hörmətli izləyicilər. Gəlin, baxın, bax burada görürsünüz, aksesuarlar da bu otaqda quraşdırılıbdır da. Moydadırıdır, sanitar belə deyək də unitazıdır, hamısı quraşdırılıb. Keçək digər otaqları da təqdim edək. Hətta burada belə bir özəllik də var. Cütdaş, ya birinci mərtəbə, ikinci mərtəbə arası monolit betondur dediyim kimi. Həyətdə hətta 12, 13 ardasa tonluq su çəni də var. Su çəni də var, o aceni, o necə lazımdır. Hamısı tikilibdir, hörmətli izləyicilər. Çox gözəl bir variantdır. Kim alsa 132 min manat, çox əla qiymətdir. Gəlin, baxın bu evə. Çox gözəl bir yerdədir də, yəni Qubanın gözəl bir yerlərindən birindədir, Amsardadır. Şəhərə də yaxındır buradan, saat yarımlıq yoldur. Yəni ki, belə deyək də, kim bu Afrem evlər tikir, verir belənçində kirayə, gündəlik kirayə vermək üçün, yəni bu evdə o niyyətlə tikilibdir, onu da deyək. Onlar üçün çox gözəl bir variantdır. Hesaplamışıq hardasa 20-25 min də pul lazımdır ki, bu ev tamamlansın. Ya bu evi kim alsa, bu 6 otağı aksesuarlara qoşub, aboyları vurub, elə dərhal da kirayə də verə bilərlər. Yəni ki, yavaş-yavaş da ikinci mərtəbəsində təmirinə başlaya bilər. Birinci mərtəbə tam təmirlidir. Bir dənə, 3 dənə otaqda aksesuarlar qalıbdır. Bir də otaqların aboyları qalıb. Vurulmayıb, amma hər otağında accelli aboyları ayrıca alınıbdır. Yəni fərqli-fərqli aboylardır. Özdə kətandır da materiallar. Demişdim birinci belə deyəndə çəkilişdə. Gəlin, baxın, hörmətli izləyicilər, çox super bir variantdır. Bugünkü gün heç o qiymətə, bu evi, bu belə deyək də, o qiymətlərlə heç bu başa çıxartmaq olmaz. Keçək mansard hissəsində sizə təqdim edeyim. Əlaqə nömrəsi profildədir. Yəni bu evdə makler pulu, falan, faiz, ofis haqqı zat heç nə olmayacaq. Birbaşa kim üçün maraqlı olsa ev sahibinin belə deyək də nömrəsi sizə veriləcəkdir, hörmətli izləyicilər. 132 mindən gedirsiniz, alırsınız. İndi alqı satqıda öz aranızda eləyirsiniz. Kim alsa Allah xeyrin versin.
Allah hər kəsin xeyrini versin. Bax bir-bir otaqları göstərir. O birinci, ikinci göstərdiyim sanitar qovşağı üçün nəzərdə tutulmuş yer idi. Bax belə bir dənə də otaq burdadır. İkinci mərtəbəni hətta nə etmək olar? Qış üçün, qışda orada dedim əlavə 4 otaqdır. Atделный xol var, xol hissəsi var. Bax bura balkon hissəsidir. Buranı da bağlayıb belə deyək də burada zimni bir dənə qəşəng restoran kimi bir şey də eləmək olar da mansardda. Çox gözəl bir ideyalar var. Prosta bir balaca maddi pul lazımdır. Birinci mərtəbəsi kubikdir, ikinci mərtəbəsi də kərpicdir. Bu da bağına, öz bağınadır panoraması. Gördüyünüz kimi əla bir yerdədir. Amsar kəndi yəni ki Veyzdə də vursaz, indi tanıyanlar da çoxdur. Yəni indi yayda hamımız gedirik də Quba, Qusar gəzib dolaşırıq. Yəni ki əla bir yerdədir, rahat bir yerdədir. Bax buranı da bax istəsəz dediyim zimni bir dənə bura xol üçün onsuz da nəzərdə tutulmuşdu bura. Yəni ki istəsəz qışda burada bir zimni restoran da eləmək olar, beləsinə bağlı restoran, amma bayırda nəzərdə tutulmuşdu. Buranı otaq kimi nəzərdə tutmuşduq. 4 otaq, 2 sanitar qovşağı, bir dənə xol, o göstərdiyim yer dincəlmək üçün. Bax gördüyünüz kimi yəni ki xırda para işlər qalıb, amma əsas işlər görünüb. Krışasına kimi vurulubdur. Mansard elə gördüyünüz qaydadadır. Əlaqə nömrəsi problemlidir. Zəng eləyin, gəlin baxın, kim alsa Allah xeyrin versin. Hələlik bu qədər. Sağ olun. Videonu da paylaşmayı